Ha dostlar, demək biz qoyunu səhər də, axşam da bax beləcə yemləyirik ki, candan düşməsinlər, qışı da yaza çıxar inşallah. Bu üyüdülmüş otun da bir balaca problemi var. O da odur ki, gerək bu qoyun ki, yemi yeyəndə, üyüdülmüş otu yeyəndə yanında dura gözləyəsən. Biraz heyvanı boğan şeydir bax bu. Yəni düzdür, çox quru da deyil, nə də çox sulu deyil. Orta nəmliyi var. Prosto belə deyim də, qoyun yemi görəndə bütün hər şeyi unudur da, bu məlum məsələdir. Konkret olaraq da o bir misal var deyirik. Qoyun yemi görəndə imanı unudarıq. Yəni ki, çalışır ki, ancaq özü yesin. Çox öləki basır, doldurur ağzını, udur, boğazında qalır. O da için peşmançılıq olmasın deyə gərək qoyun bax belə üyüdülmüş otu yeyəndə, yeyib qutarana kimi yanında durasan. Boğazına tıxınlanır, uda bilmir, nəfəs borusunu kəsir. Özü çıxarda bilsə çıxardır, çıxarda bilməsə gərək yanında olsan, kömək eləyəsən. Bir şeylə nəsə müdaxilə eləsən də xülasə ki, boğazında qalıb boğmasın onu. Hə dostlar, indi belə deyim də, indi axşamdır, videomuzu çəkirəm, 2-3 dəqiqəlıq. İndi sabahsı gün də davamını inşallah gətirəcəyik, axıracan da gün sonuna kimi videomuzu çəkək. Yarım saat 40 dəqiqəlıq video olsun, sizin xidmətinizə çatdırarım inşallah. Dostlar, sabahınız xeyir olsun. Əbinizi xoş gördük, kanalımıza xoş gəlmişsiniz. Dünən axşam heyvanı yemləyəndə də balaca qısa məlumat olaraq video kimi videomuzun əvvəlindən çəkmişik. İndi bu gün də sona kimi Allahın köməyi ilə videomuzu tamamlayarıq. Biz də qoyunun səhər-səhərki yeminə qatmışıq. Islanmağa qoymuşuq da, yəni suyunu tökmüşük. Həm yoncadır, üyüdülmüş yonca, həm də ki samandır. Elə bir meşox yonca, bir meşox saman üst-üstə tökərək suyunu da vurmuşuq, axşamdan islansın. Axşamdan islananda çox qəşəng olur. Yəni həmin dəqiqə isladıb qarışdırmaq biraz əziyyəti, zulmü çox olduğuna görə. Bax belə axşamdan isladanda, yaxud da axşam verəcəyini də heç olmasa bir 3 saat, 4 saat qabaqdan suya qoyanda çox yaxşı olur. Bu da axşamdan biraz artıq qalanlarla yığmışıq. İndi Allahın köməyi ilə heyvanların qalutuna vurub qoyunu açacaq, otlasını, yemin üstünə buraxacaq ki, otu yesinlər, yemi yesinlər. Səhər-səhərdə saat 8-in yarısıdır. Biz də işimizi görüb elə qutarana kimi ancaq yarım saat 40 dəqiqə çəkir.
Allah hamının ruzisine, ömrüne, malına, mülküne bereket versin. Allah'ın kimenlerin içinde de bizlerin için. İnşallah. Quzularımızı qatmışıq həmişəsindən sonra seçək. Buraxaq yemin üstə, birisi qoyunlarla beraber yemlərini yesinlər. Ha dostlar, demek koyunlar da bıraktık yemin üstə. Yesinler. Bizde başka işlerimiz var. Kuzunun altıdır, sütüdür. Ondan sonra otudur, yemidir, hamısını rahatlayaq, işlerimizi yekunlaşdıraq. Onun için də bir yal pişirməli yitə. Maşallah olsun, maşallah olsun. Allah'ımın ömrüne, rüzüne bereket versin inşallah. Ha dostlar, biraz tam karanlıqdır, işıq yaxşı çıxmaz. Bax, belə duzumuz var quzunun içində. Vitaminli duzlu quzular ucu. Bunu demək olar ki, axırına çıxırlar yavaş yavaş. Köhnə qayda ilə, köhnə gedişatla yenə işimizi görürük. Bunların buğdasını verək. Gücürüm. Buğdalarını yesinlər. Qalutlarını da otuna dolduraq. Söhbət yoldaşlar, sual eləyir ki, kuzuya nə qədər ot, yem, nə verirsən, nə tər verirsən, nə qədər vaxtdan bir verirsən. Valla mən qədərini tutmuram. Mən keçən videolarda da köhnədən qışdan da elə demişəm. Nə vaxt dama girdim, görürəm quzunun qalıtı boşdur. Sayına uyğun az miqdarda da olsa qabağını boğda ilə doldururam. Görürəm otu zəifdir ya azdır, çoxdur. Baxıram təzə qoymuşam, yiyiblər hələ var. Bax elə bu qaydada elə adam var, deyirəm mən gündə 3 dəfə verirəm. Səhər, günorta, axşam. Başqa vermirəm. Quzu boğduya düşər, quzu yemə düşər. Quzu məsələn çox olar, deysinər, yeməz, eləməz. Valla mən elə şeylə qarşılaşmamışam hələ ki, Allah'a şükür.
Yemə düşməkdir, diysinməkdir, nə anırı bəri. Düzdür, sahə məsələn bir 30 quzun varsa, 20 quzun varsa, körpədirmi, çoxdurmu, iridirmi, balacadırmı? Tutumuna uyğun da, tutumuna uyğun az ver. Qoy quzunun qarnı boş qalmasın. Quzu pastayanla elə nətər deyirlər. O çənəsi işləsindən bax belə deyim. Konkret belə boş dayanmasın. Bizdə də gecəli gündüz işığı damda yanır. Gecə də məsələn qoyun doğan olur. Çıxıram çölə, qoyuna baxmağa, doğana. Görürəm quzular yatışır, qaldırıram, qavana boğda dağıdıram. Görürəm otu zəifdir. Yüngülvari presinə 1-2 lay qoyuram. Hə, bax elə. Yəni gündə yalancılar sözü 5 dəfə, 6 dəfə, bəzən olur 7 dəfə. Nə vaxt dama girdim, gördüm boğdu yeyiblər. Hə, qavana yüngülvari də olsa dağıdıram ki, hə, qoy. Quzun qarnı boş qalmasın. Boğdasını yesin, biz də gətirək qalotuna otunu qoyaq. Bir də başqa işlərimiz var, görək. Sağ olsun, vaxtımız ötməmiş işlərimizi yekunlaşdıraq. Hava dumanlıdır, heyvanımızı da açmışıq. Düzdür, yarısı belə getdi, yarısı belə. Gəlib o aşağı tökülüb buraya da birləşik gəlir. Heyvanı ümumiyyətlə səhər-səhər yemləyəndən sonra başqa işlərimiz də olur deyə biraz gec açırıq. Onsuz da belə deyim də örüşümüz zəifdir məcburiyyətdən. Səhəri də, axşamı da heyvana yem dağıdırıq ki, çöldəki otdan kifayətlənmək olmaz. Videoda çəkiliş biraz boz bulanlıq görünə bilər. Çünki hava dumanlıdır, biraz tozlu bulanlıq hava görsənir. Kamerada elə də yaxşı çəkmir. Açıq günəşli hava deyil də. İndi rəmədəyik dostlar. Demək rəmədəki otumuzdakı ancaq ağ otdur və yoğuşandır. Vəssalam. Başqa elə bir güclü geri ot yoxdur. Ha dostlar, demək videoda dediyim kimi bizim heyvan içində keçi də var. Keçiləri də yem əsasında və axşam tovlasında yatdığı yerdə qoyunun içində qatmırıq. Keçi çəpiş biraz şuluq heyvandır, nadinc heyvandır. Biraz paxıl heyvandır, yerinin gen olmağını istəyər. Öz rahatçılığını harda olsa axtarıb tapır. Mümkün deyil ki, orada rahatçılıq ola. O olmuyor, onu özü yəni ki təyin eləmiyor da, onu təşkil eləmiyor, belə deyim də.
Nə cürlə olsa öz rahatçılığı üçün dava da eləyər, öz rahatçılığını orada tapar. Həm də qoyunlar boğazdır. Qoyunların keçə vurmasın deyə yerini ayrı eləmişik. Yem yeyəndə də qalotu bulamasın deyə qalotunu da ayrı eləmişik. Qoyun yeyir, qutarır, sonra da keçi buraxırıq yemə. Hə, bax belə. Keçi də biraz soyuqdan qaçaq heyvandır da. Onun stili o qədər qoyun kimi deyil ki, o öz stilini bədəndə təmin edir. Çox soyuq vaxtlarda çalışıq da elə çölə açmıyor. Düzdür, elə güclü soyuqlu günlərimiz yoxdur, amma olsa belə çalışıram ki, elə açmayaq, yerləri isti olsun. Hə dostlar, artıq axşamdır. Axşam da deyil, axşama doğru da belə deyim. Hava da soyuqdur, biz bunları axşam yemini dağıtmaq, rahatlamaq, quzuları əmişdirmək, xülasə işimiz çox olur deyə axşam saat biraz tez yedirik. Ona görə videomu da belə yekunlaşdırmaq istəyirəm. Axşam da bildiyiniz kimi yenə quzuları əmişdirməkdir, seçməkdir, quzuyu qoyuna ayırmaqdır. Canım sizə desin. Ondan sonra qoyunu yemək atmaqdır, keçi seçməkdir, keçi yemək atmaqdır. İşimiz o qədər çox olur ki, yəni videoda elə o baxımdan çəkməyim biraz çətin olacaq. Videomuzu yekunlaşdıraq. Allahın köməyi ilə yeni videolar çəkib sizin xidmətinizə çatdırmam ümidi ilə. Gecəniz xeyrə qalsın. Allah amanında.